Salam olsun əziz və böyük Türk millətim. Salam olsun Mustafa bəy sizə və salam olsun MKTV izləyicilərimizə. Demək, bu günlər danışacağım konu İznik konselindən danışıram. İznik konseli milatdan sonra ilk dəfə 325-ci ildə toplanmışdı. Bu katoliklər və ortodokslar arasında olan toplantı idi və oradan bölünmə başlamışdı və bugün oxuduğumuz İncillərin 4 İncilin seçilməsi və yazılmasından ibarət idi. Makkey, Luka, İohanna və digərləri. Əsas 4 İncilin. Və bundan sonra Roma imperiyasının Konstantinopol imperator başda olmaqla Xristiyan dünyasına, Xristiyan dininə keçməsi planlaşdırıldı. Və əsas məsələ bu günləri 1700 il bundan öncə toplantı olmuş və sonradan Osmanlı'nın zamanında da istəmişlər olsun. Osmanlı buna izin verməmiş. Bildiyi səbəblərə görə və bunu kimi Qurtuluş Savaşından sonra Türkiyə Cumhuriyyətimiz qurulduqda Qazi Mustafa Kemal Atatürk da buna izin verməmiş və heç bir Türk Cumhurbaşkanları da buna izin verməmişlər. Bu günlər nə oldu da buna izin verildi və Roma papası Leo, 14-cü Leo və özü də Amerikadandır bu Leo, diqqətə alsaq. 27 Kasım və 2 Aralıq aralarında İznik konselinə qatılmalı və Türkiyəni ziyarət edəcəkdir. Bu Anadolu'da yenidən bu İznik konseyinin toplanması və ortodoks və katoliklərin bir yerdə toplanaraq Roma papası Leo'nun da, yəni şəxsən Anadolu'ya gələrək yenidən Anadolu torpaqlarını kutsallaşdıraraq sıfırlandırmağıdır. Və bu da gələcəkdə Türkiyə Cumhuriyyətimizə qarşı çox böyük təhlükələr yaradacaqdır. Bu təhlükələr heç də boş-boş baxmaq lazım deyil. Bu haqda araşdırmaçılarımız, gözəl bilgi adamları və tarix insanlarımız, alimlərimiz, doktorlarımız hər biri bu haqda çağırışlar edibdir, bildirgilər bildiribdir. Mənim buradan sözüm Türkiyə Cumhuriyyətində Doğu Pərincək kimi siyasi partiya liderlərinədir. Bizdə Bakıda bildiyiniz kimi Avropa xahamlarının konferansı keçiriləcəkdir və Doğu Pərincək Vətən Partiyasının siyasi lideri, başkanı Doğu Pərincək Cumhurbaşkanı İlham Əliyevə məktub ünvanladı və bunu da media vasitəsilə də hər yerdə göstərildi və həmin konferans iptal edildi, ləğv edildi. Və nəyə görə bu İznik konselinin yığılmasına bir məktub ünvanlayan yoxdur, ya bir çağırış edən yoxdur Cumhurbaşkanı Rəcəb Tayyip Erdoğan'a. Niyə? Çünki burada çox böyük güclər oynayır və bu konselin də yığılmasında arxasında duran Avropanın qara aristokratiya dediyimiz təriqatıdır. Və bu o qədər güclü təriqatdır ki, sizin bu günləri gördüyünüz dünya para baronları, silah baronları, Bilderberg klubu və digər mason locaları, hamısı bunların ətkisi altındadır. Yəni əlaltılarıdır. Bunlar Massini, İtalyanın qədim Massini ailələri və Venesiyanın Medicilər ailələrinə bağlı köklərdir. Onların soyundan gələnlərdir. Yeni dünya düzəninin də formalaşdırılması, savaşların çıxarılması, xəstəliklərin, pandemiyaların artması, insanların qətl edilməsi, hamısı bunların projələridir. Bugün Türkiyəmizin üzərinə oynanan oyun YPG, PKK vasitəsilə İmralı konuları, terrorsuz Türkiyə deyərək Türkiyəmizi Anadolu Federativ Dövlətlərinə bölmək projeləri, hamısı bunların eyni yerdən, eyni gücdən aldıqları dəstəklərdir. Və bu da ona gedir. Bunların da biri dini tərəfdən İznik konsili təşkil edir. Və bu İznik konsilini durdurmaq lazım idi. Durdurmalıyıq, buna izin verilməməlidir. Bu gələcəkdə mən öncə də bir dəfə söyləmişdim, Kanal İstanbul projesini də durdurmaq lazımdır. Bunlar hamısı bir-birinə əlaqədar olan bir şeydir. Gələcəkdə Konstantinopolun, siz baxın, bu günləri Rusiya hələdir İstanbulumuza Çargorod deyir. Və Türkiyə vətəndaşı olan Fənər Rum ekimini Trump'ı Məsih elan edərək yenidən Konstantinopol qaytarılmasını tapşırır. Ona deyildi.
və hədiyyə də verildi. Bunlar heç də elə belə şeylər deyil. Bunlara kimsə boş-boşuna baxırsa da, ya komple teori baxırsa da çox yanlış xata yatırlar. Bu Türkiyə Cümhuriyyətimizin üzərinə və əsas da Türk millətinin üzərinə oynanan oyunlardan biridir. Papa Leon'un, Roma papasının Anadolu'ya ziyarət etməsi və İznikə gəlməsi yenidən Anadolu'nu kutsatlaşdıraraq Ortodokslarla Katoliklərlə birləşərək Türkiyə Cümhuriyyətimizə, Anadolu Cümhuriyyətinə üzərinə saldırmaq olacaqdır. Və bu get-gedə də sürətlənəcəkdir. Çünki son vaxtlar Anadolu torpaqlarında tapılan arxeoloji qazıntılar, Zərzivanaq kilsəsi, tapınağı və onun kimi Göbəkli Tapada tapıntılar ümumiyyətlə dünya dinlərini və dünya tarixinin dəyişikliyinə gedir və bunu da gizlədirlər insanlardan. Biz Türk milləti olaraq bu şeylərə çox diqqət etməliyik. Araşdırmacı yazarlarımıza, professorlarımıza, doktorlarımıza və gözəl insanlar araşdırmacılarımıza diqqət etməliyik. Bunların kitablarını oxuyun və burada baş verən hadisələri görün. Gələcəkdə İstanbul'u Konstantinopol edərək İstanbul kanalını yaparaq eyni Manhattan kimi gələcəkdə edəcəklər və burada da İngiltərə və digər kraliyyət ailələri, onun kimi də Ərəb şeyxlərinin kanalın bölündə olan, bütün yanında olan torpaqları, ormanları hamısı onlara satılmışdı. Bunu gizlədirlər. Kimlərsə mənə buradan deməsin, bu bilgilər, bəlgələr var. Bunu mən demək üçün gərək burada 1 saat, 2 saat leksiya oxuyum. Oxuduğumuz, araşdırdığımız kitabların hamısını bir-bir çıxardıq. İlk öncə maraqlansınlar. Biz komple teori deyil, biz qarşıda gələn təhlükəni deyirik. Tum Admiral, sayğı duyduğum Tum Admiral Cihat Yaycı'nın dediklərinə qulaq asın. Kiplis olaylarına qulaq asın. Kiplis olaylarına diqqət edin. Bunu boş-boşuna qışqırmaqla, sözlə, danışmaqla olmur. Allah Türk'ü qorusun və uzatsın. Amma kimsə ruhdan düşməsin. Biz Türk milləti yenidən öz külündən doğaraq bunlara dur deyəcəyik. Bu belə getməyəcək. Nə mutlu Türk'üm deyənə.